Pininfarina adı deyildikdə ağla dərhal Ferrari, Maserati, Alfa Romeo və yalnız afişalarda gördüyümüz bir neçə ikonik avtomobil gəlir. Rock 01-də məhz bu məşhur İtalyan dizayn evi Pininfarina tərəfindən hazırlanıb. Bu da maraqlı bir məqam doğurur. Bəzən Çinlilər başqalarını kopyalayır deyilir. Amma baxırsan ki, nəysə. Mövzu bu deyil. Avtomobilin radiator barmaqlığındakı plasmas detalları istisna etsək, ümumi dizayn mənim xoşuma gəlir. Həm vizual olaraq cəlbedicidir, həm də funksional görünür. İdarə etmə və yolsuzluq şəraitində dayanıqlılıq baxımından da praktik düşünülmüş bir dizayndır. Mən bu avtomobilə bir mütəxəssis gözü ilə deyil, adi istifadəçisi gözü ilə yanaşıram. Ona görə də bu icmalda sizi texniki rəqəmlərlə yükləməyəcəm. Yəni, neçə LED var, əyləc sistemi neçə pistonludur, bunlar çoxlarını maraq dairəsinə daxil deyil. Amma məsələn, faralar yolu kifayət qədər işıqlandırırmı? Əyləc yaxşı tuturmu? Avtomobilin salonunda özünü rahat hiss edirsənmi? Gündəlik istifadəçi üçün vacib olan budur. Əgər siz texniki detallar və rəqəmlər axtarırsınızsa, YouTube bu cür videolarla doludur. Mən isə istəyirəm bu avtomobil hamı üçün başa düşülən dildə, sadə şəkildə təqdim edim. Əgər bu yanaşma sizin üçün maraqlı deyilsə və gələcəkdə daha texniki icmallar istəyirsinizsə, şərhlərdə yazın, mən də ona görə çəkim. İndi isə keçək avtomobilin salonuna. Salon kifayət qədər genişdir. İlk oturuşdan hiss olunur ki, burada rahatlıq, güc və biraz da lüks elementləri birlikdə düşünülür. Materiallar keyfiyyətlidir, toxunuşa da xoş təsir bağışlayır. Plasmas hissələr azdır, demək olar ki, bütün səthlər dəri əvəzləyicisi ilə örtülüb və bu material kifayət qədər keyfiyyətlidir. Çox adam onu orijinal dəridən ayıra bilməyəcək. Maşında biraz orijinal dəri də var. Əsasən oturacaqların ortasında, kənar hissələr isə yenə də dəriyə bənzər materialla örtülüb. Oturacaqlar həm öndə, həm də arxada qızdırma, soyutma və masaj funksiyaları ilə təchiz olunub və ümumilikdə rahatdır. Mənim boyum 1.86-dır və arxa sırada mənim boyumda, sürücünün arxasında da rahat əyləşmək mümkündür. Uzun yol üçün problem yaratmır. Sadəcə 3-cü sıranın böyüklər üçün deyil, daha çox uşaqlar üçün nəzərdə tutulduğu hiss olunur. Səs sistemi biraz orta səviyyədədir. Musiqinin səsi daha zəngin və təmiz ola bilərdi. Amma səs izolyasiyası yaxşıdır. Mən onu Link & Co 09 ilə eyni səviyyədə hesab edirəm. Sadəcə bu avtomobilin dizaynı daha dördkünc olduğuna görə yüksək sürətlərdə biraz daha çox səs daxil olur. Li Auto ilə müqayisədə isə bir pillə geridə qalır. Orada izolyasiya biraz daha yaxşıdır. Salonun yığılma keyfiyyəti əsasən yaxşıdır, amma bəzi düymələrdə və elementlərdə səs-küy yaranmağa başlayıb. Ola bilsin ki, bu test avtomobili olduğu üçün və artıq 24.000 kilometr getdiyi üçün belədir. Dönmə siqnalında, cruise kontrol və sürətlər qutusunda çox adamın diqqət etməyəcəyi səslər var. Amma mən obyektiv olaraq bunu gördüm və qeyd edirəm. Cruise kontrol sistemi həm yaxşı, həm zəif tərəflərə sahibdir. Şəhər içində, tıxacda və kəskin döngələrdə o qədər də özündən əmin deyil. Amma düz açıq yolda işləməsi rahatdır. Sükanı bir müddətlik əldən buraxmaq mümkündür. Əsas monitor funksional və istifadəsi rahatdır. Görüntü pis deyil, amma bazarda daha keyfiyyətli ekranlar var. Buradan bir çox funksiyanı idarə etmək mümkündür. Sürüş rejimləri, sükan sərtliyi, CarPlay, telefon bağlantısı, klimat, masaj və s. Klimat sistemi yalnız ekran üzərindən idarə olunur. Bu da bəzən sürücülük zamanı çətinliklər yarada bilər. Məncə ən azı havanı axının istiqamətini
əl ilə dəyişmək imkanı qalmalı idi. Bununla belə iki funksiyanı çox bəyəndim. Biri bir toxunuşla hava axınını sərnişindən yayındırmaq, digəri isə klimat sükan üzərindən idarə etmək mümkündür. Temperatur və güc tənzimlənə bilir, bu da sürüş zamanı rahatlıq yaradır. Avtomobilin hər tərəfində kameralar var, bu da təhlükəsizlik və rahatlıq baxımından yaxşıdır. Amma kameraların görüntü keyfiyyəti zəifdir. Buna daha yaxşı edə bilərdilər. Eynək üçün ayrıca bir bölmə var. Çox modellərdə unudulan kiçik detal olsa da burada nəzərə alınıb. Sadəcə yeri biraz ideal deyil, buradadır. Məncə arxa güzgünün yanında olsa daha rahat olardı. Arxa güzgü həm ənənəvi, həm də kamera rejimində istifadə edilə bilər. Seçim olması yaxşıdır. Çünki təkcə kamera ilə əvəz olunan güzgüləri şəxsən mən bəyənmirəm. Klassik güzgüdə baxış bucağını bədənlə dəyişmək olur. Kamera isə bunu etməyə imkan vermir. Çatışmayan hissələrdən biri də ön şüşə proyeksiyasıdır. Məncə, gələcək modellərdə bunu da əlavə etməlidirlər. Alətlər paneli ümumilikdə yaxşıdır və mənə Link & Co 09-u xatırlatdı. Amma head-up display olmadığından bəzi məlumatlar daha diqqətlə baxılmalıdır. Bu da fikri yoldan ayırır. Telefonun simsiz şarj yeri praktiki düşünülüb, həm şarj edir, həm də ekran görünür və əlavə bir qurğuya ehtiyac yaratmır. Dirsək altı və ön paneldəki bölmələr genişdir, içi parça ilə örtülü və USB çıxışları var. Əlcək qutusu da kifayət qədər genişdir. Amma sükan yanında və günlüyün iç tərəfində sənədlər üçün kiçik bir bölmə olsaydı daha yaxşı olardı. Tavan iki hissədən ibarətdir, pərdə elektriklə açılıb bağlanır, amma idarə etmə düymələri avtomobilin ümumi keyfiyyətinə uyğun deyil. Toxunuş və səsi biraz ucuz hiss etdirir. Qapının iç tutacağının yeri də biraz yaxşı seçilməyib. Açmaq üçün əlinizi aşağı salıb, dizinizi çəkib hərəkət etdirməlisiniz. Ənənəvi bir yerdə yerləşdirilsəydi daha rahat olardı deyə düşünürəm. Arxa hissə geniş və rahatdır. Arxa sərnişinlər bir çox funksiyanı ön sıradakı sərnişinlərlə paylaşırlar. Burada xoşuma gələn məqamlardan biri tavandakı monitorun düymələrlə açılıb bağlanması. Müqayisə üçün Li Auto modellərində arxa monitor ya ön monitor vasitəsilə idarə olunur, ya da jestlərlə işləyir və bu da bir qədər qeyri-adekvat və çətin görünür. Məncə ənənəvi düymələrin qalması həm daha rahat, həm də daha intuitivdir. Arxada klimat sistemi üçün ayrıca kiçik bir monitor və fiziki düymələr var. Təəssüf ki, bu düymələr bir qədər keyfiyyətsizdir və ucuz hiss etdirir. Arxada masa yoxdur. Bu sinifdə olan Çin istehsalı avtomobillərdə adətən ən azı bir masa olur. Amma burada buna rast gəlmədim. Soyuducu da yoxdur. Ola bilər ki, opsiya kimi sifariş edilə bilər, amma test etdiyim modeldə bu yox idi. Arxada ön sərnişin oturacağını tənzimləmək olur və tənzimləmə düymələri Li Auto modelində olduğu kimi ön oturacağın kənarındadır. Amma məncə bu baxımdan Link & Co 09 daha yaxşı düşünülüb. Orada bu düymələr arxa sərnişin qapısındadır və bu da o deməkdir ki, siz rahat oturduğunuz yerdən oturacağı idarə edə bilərsiniz. Bədəninizi qabağa çəkməyə ehtiyac yoxdur. Yenə Link & Co 09 modelində gördüyüm və çox bəyəndiyim, amma başqa avtomobillərdə hələ ki rast gəlmədiyim bir xüsusiyyət də var. Arxa oturacaqların bir-birinə yaxınlaşıb birləşməsi. Bu, xüsusilə uşaqlı ailələr üçün çox funksional və praktiki bir detaldır. Ümumilikdə isə arxa oturacaqlar kifayət qədər rahatdır, dirsək altılar var və onlardan stəkan tutacaqları çıxır. Düzü bu tutacaqlardan istifadə biraz narahat görünür, amma bəlkə də zamanla öyrəşmək mümkündür. Mən avtomobili yalnız bir gün istifadə etdiyim üçün ola bilsin ki, indi mənə bir qədər narahat gəlir.
Keçək avtomobilin baqaj bölməsinə baxaq, daha sonra isə idarə etmə təəssüratlarımı bölüşəcəm. Baqaj hissəsinə gəlincə, əgər 3-cü sıra oturacaqlar açıqdırsa, buradakı yer açığı olduqca balacadır. Böyük çantaları yerləşdirmək çətindir. Bu o deməkdir ki, praktik istifadədə siz çox zaman 3-cü sıranı bağlamalı olacaqsınız. 3-cü sıra oturacaqlar elektriklə tənzimlənmir, mexaniki şəkildə açılıb bağlanır. Və bu sinifdə olan bir avtomobil üçün biraz qeyri-adi və narahat görünür. Məsələn, əgər siz 2-ci sıranı arxaya çəkib 3-cü sıraya keçmişsinizsə, sonra geri qayıdıb qapını açıb 2-ci sıranı yenidən qabağa çəkib 3-cü sıranı əllə bağlamalısınız. Bu elektrikli tənzimlənən oturacaqlarda sadəcə bir düymə toxunmaqla həll olunur. Belə hallarda insan bu fərqi daha aydın hiss edir. Bir detalı da qeyd etməliyəm, bəlkə siz də videodan görmüsünüz, 3-cü sıranın sol oturacağını bağlamaqda biraz çətinlik çəkdim. Ola bilər ki, test avtomobili olduğu üçün kimsə diqqətsizlikdən nə isə zədələyib, amma nə gördümsə olduğu kimi sizə çatdırıram. Baqaj qapısı bu avtomobildə soft close funksiyasına malik yeganə qapıdır. Azərbaycan dilində desək, yumuşaq bağlanma funksiyası, yəni qapını tam güclə çırpmağa ehtiyac yoxdur, o özü avtomatik şəkildə yumuşaq bağlanır. Amma bu funksiya yalnız baqaj qapısındadır, avtomobilin digər qapılarında belə bir imkan yoxdur. Avtomobili idarə etmək açığı qarışıq hisslər yaradır. Əgər siz onu tam elektrik rejimdə sürürsünüzsə, hər şey çox yaxşı, rahat, səssiz və xoşdur. Təbii ki, bu idman tipli avtomobil deyil, amma düz yolda sürətlənməsi gözlədiyimdən daha yaxşıdır. Hətta deyərdim ki, mənim Porsche 911-imdən daha yaxşı sürətlənir. Düzdür, mənim Porsche 911-in artıq 25 yaşı var. Amma nə də olsa bu idman avtomobilidir. Və belə böyük, ağır bir SUV-nin ondan daha çevik sürətlənməsi insanı biraz təəccübləndirir. Əyləc sistemi də bu avtomobil üçün tam uyğundur. Regenerasiya rejimi çox yaxşı işləyir. Məncə həm Lynk & Co 09-dan, həm də Li Auto modellərindən üstündür. Amma əgər siz avtomobili qarışıq rejimdə sürürsünüzsə və daxili yanma mühərriyi işə düşürsə, bu zaman bəzi zəif tərəfləri ortaya çıxır. Mühərriyin səsi salonu çox keçmir, amma qəribə bir vibrasiya var. Əsasən sükan və pedalın üzərində hiss olunur. Musiqi dinlədiyiniz halda da bu titrəyişdən mühərriyin işlədiyini anlayırsınız. Bu hiss biraz narahatdır və mənim üçün xoş deyildi. Yaxşı tərəfi isə odur ki, bu avtomobilin batareya tutumu kifayət qədər böyükdür və şəhər daxilində tam elektriklə sürmək mümkündür. Yəni daxili mühərrikə ehtiyac olmadan gündəlik işlərinizi rahat görə bilərsiniz. Uzun yola çıxanda isə mühərriyin işə düşməsi qısa müddətlik olur deyə vibrasiya sizi o qədər narahat etməyə bilər. Avtomobil həm şəhər içində, həm də trasda özünü yaxşı hiss etdirir. Mənim üçün ən xoş məqamlardan biri o oldu ki, baxmayaraq ki, bu avtomobil kifayət qədər böyükdür, onu idarə edəndə öz ölçüsündən daha kompakt hiss etdirir. Li Auto L7 modelində isə bunun tam əksini yaşadım. Askı sistemi də xoşuma gəldi. Pnevmatik deyil, amma yumuşaqlıq baxımından Lynk & Co 09-dan üstündür. Li Auto modellərinə isə yaxındır. Təəssüf ki, avtomobilin tam elektrik rejimində real yürüyüş məsafəsini dəqiq ölçə bilmədim. Çünki avtomobil mənə cəmi bir günlük təqdim olunmuşdu və onu deyə bilərəm ki, ümumilikdə 122 kilometr yol qət etmişəm və hal-hazırda 32% şarjım qalıb. Avtomobili intensiv şəkildə istifadə etmişəm və çəkiliş zamanı avtomobil işlək vəziyyətdə dayanıb, bu da batareyanın daha tez boşalmasına səbəb olur. Bu səbəbdən çıxan nəticə obyektiv sayılmaz və onu sizə təqdim etməyim mənim tərəfimdən düzgün olmazdı. Ona görə də əgər izləyicilər arasında ROG 01 avtomobilindən istifadə edənlər varsa, zəhmət olmasa şərh yazaraq
bu avtomobillə tam elektrik rejimində nə qədər məsafə qət etdiyinizi bölüşün. Avtomobillə keçirdiyim 24 saatdan ümumi təəssüratlarım müsbətdir. Məncə bu avtomobilin müəyyən bir alıcı auditoriyası var və həmin auditoriya üçün ROX 01 yaxşı seçim ola bilər. Kimdir bu auditoriya? Əgər siz ailəli birisinizsə, həm şəhər daxilində gündəlik işlərinizi komfortla görmək istəyirsinizsə, həm də istirahət günlərində ailənizi götürüb şəhərdən kənara, yolsuzluq şəraitinə çıxmaq planınız varsa, bu avtomobil məhz bu iki məqsədi bir arada qarşılamaq üçün uyğundur. Hətta deyərdim ki, komfort və təchizat baxımından bəziləri ilə müqayisədə üstünlüyü var. Məsələn, Land Rover Defender ilə oxşar funksionallığa sahibdir, amma həm ondan daha təchizatlı, həm də çox daha münasib qiymətədir. Bu da onu daha geniş auditoriya üçün əlçatan edir. ROX markası avtomobil bazarında çox yenidir. Cəmi 2 ildir ki, fəaliyyət göstərir. Bu isə istənilən istehsalçı üçün çox qısa bir müddətdir. Ona görə də avtomobildə olan bəzi çatışmamazlıqları bu prizma ilə dəyərləndirmək lazımdır. Həm də ilk model olaraq bu səviyyədə bir avtomobil təqdim etdikləri üçün istehsalçını təqdir etmək lazımdır. ROX 01 nə qədər hazır və praktik avtomobil olsa da, məncə bu markanın potensialı daha böyükdür. Onların növbəti modelləri mənim üçün maraqlıdır. Əgər mən həm ailəvi, həm off-road bir avtomobil axtarıramsa, bu marka baxacağım ilk markalardan biri olacaq. Bugünlük bu qədər. Ümid edirəm ki, icmal faydalı oldu. Başqa hansı avtomobil görmək istəyirsinizsə, şərhlərdə yazın. Çalışaram ki, növbəti dəfə onu təqdim edim. Hər kəsə xoş günlər.